20-ci əsrin 20-30-cu illərində Azərbaycan mədəniyyəti. Azərbaycan Sovetin tərkibinə daxil olduqdan sonra Azərbaycanın təhsili, elmi, maarif, mədəni sahəsi də ona uyğunlaşdırılmalıdır. Ona görə mədəniyyət sahəsində islahatlar keçirilir. 1920-ci ilin mayında Azərbaycan İnqilab Komitəsi vicdan azadlığı haqqında dekret verir. Bu dekretə görə Xalq Maarif Komissarlığının tabeliyində olan bütün dövlət məktəblərində dini təlimlər və yaxud da hər hansı bir dini mərasimlərin keçirilməsi qadağan olunur. Yəni ki, dövlət məktəblərində dini təlimlər, yəni dinlə bağlı olan təlimlərin keçirilməsi, dini mərasimlər, hansı ki, burada məhərrəmlikdə bəzi müsəlmanların özünü döymə falan adətləri var. Bunlardır, Ramazandır falandır. Bu tipdə mərasimlərin keçirilməsi qadağan olur. Və Bakıda Allahsızlar cəmiyyəti yaradılırdı. Allahsızlar cəmiyyəti Azərbaycan xalqının müsəlman olduğu üçün onları dinindən birindən uzaqlaşdırmaq üçün yaradılmış bir cəmiyyət idi. Yəni ateizmlə bağlı, ateizmi təbliğ edən bir cəmiyyət idi. 1920-ci illərin sonlarında, 30-cu illərin əvvəllərində bütün Sovet ölkələrində, o cümlədən Azərbaycanda məscid, kilsə, sinaqoqların kütləvi bağlanmasına, din xadimlərinin təqib olunmasına başlayır. Quran zərərli bir kitab kimi qadağan olunur. Buradan açıq şəkildə görmək olur ki, dinə qarşı bir təbliğat var. Dinsizliyi burada təbliğ etməyə çalışır Rusiya. Və Azərbaycandakı məscidlərin çoxusu dağıdılır. Onun əvəzinə, məscidin əvəzinə ambar, klub və yaxud da kitabxanaya çevrilir. Şərq memarlığının incilərindən biri Bibi Heybət məscidi idi ki, bu dövrdə o partladılmışdı. Və bu hadisələr Azərbaycanlıların yüzilliklər boyu təşəkkül tapmış mədəniyyətinə çox böyük zərbə vurur. Və Sovet hakimiyyətinin ilk illərindən artıq ölkədən xarici mühacirət, yəni köçüb getmək dalğası başlayır. Kommunist ideologiyasını qəbul etmək istəməyən azərbaycanlılar xarica gedirdilər və onların böyük əksəriyyəti Azərbaycanda ali müsəlman silkinə mənsub olan təhsilli insanlar idi. Hansı ki, var idi 19-cu əsrdə 1843-cü ildən yuxarı təbəqə ali müsəlman silki adlandırılmışdı. Onların içərisindən sonralar çar təhsilli insanlar yetişdirmişdi ki, çara sədaqətli olsun. Baxın, o insanlar da ki, artıq burada dinsizlik yayıldığına görə mühacirət edib xarici ölkəyə gedirdilər. Və bu tədbirlər onsuz da Azərbaycan xalqı milli dini təzyiqlərə məruz qalırdı. Dünyəvi təhsil də o qədər də yüksək deyildi və Azərbaycan mədəni həyatına tədbirlər çox ciddi ziyan vurur. Ölkədə savadlı kadrlara tələbat çox idi. Savadsızlığın ləğvi məqsədi ilə Musa Bəyovun başçılığı ilə 1923-cü ildə Savadsızlıqla Mübarizə Komitəsi yaradılır. Yəni burada əsas məqsəd savadlılıq dərəcəsini çoxaltmaq idi və savadlılıq faizi bunun nəticəsində yüksəlir və Azərbaycanda məktəb şəbəkəsi genişlənir. 1923-cü ildə bolşeviklər yenidən milliləşdirmə siyasəti elan edir. Bunu ilk dəfə Azərbaycanda Xalq Komissarları Sovetini təşkil edəndə, yəni Mart soyqırımından sonra etmişdilər. Azərbaycan neftini, zavodları, bankları və s. milliləşdirmişlər. 1923-cü ildə yenidən milliləşdirmə elan olunur. Milliləşdirmə siyasəti əsasən sinfi ayrıseçkilik xarakteri daşıdığına görə müəyyən sosial təbəqələri əhatə edirdi. Rəhbər vəzifələrə çəkilən namizədlər, yəni yüksək vəzifələrdə işləyəcək olan, partiya üzvü olan namizədlər ən çox fəhlə və kəndli təbəqəsinə mənsub olmalıdır. Yəni fəhlə və kəndli ailəsindən çıxmalıydı və yaxud da özü olmalıydı. Yəni bunun səbəbi o idi ki, burada bilirik ki, Sovet hakimiyyəti fəhlə və kəndli müdafiə edən bir hakimiyyət idi. Zənginliyi bir növ pis göstərir, özünü aşağı təbəqənin, aşağı kütlənin tərəfdarı kimi göstərdi. Bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq böyük çətinliklərlə üzləşir. Bolşeviklərin təhsildə əsas məqsədi ondan ibarət idi ki, xalq təhsilini köhnə idarə üsulundan azad eləsin, yəni köhnə təhsili yığışdırsın, dini məktəbləri ləğv eləsin, yeni məktəblər yaratsın. Yəni təhsil sistemini öz ideoloji prinsiplərinə, kommunizmə uyğunlaşdırsın. Həmçinin ali məktəblərin sayı çoxaldılırdı. Məqsəd təhsildə Azərbaycanda kommunizmi yaymaq, kommunizmi təhsillə insanlara ötürmək idi. Yerli əhali arasında savadsızlığı aradan qaldırmaq üçün ümumtəhsil məktəblərində işləyəcək müəllim kadrlarının yetişdirilməsinə də böyük əhəmiyyət verilirdi. 20-30-cu illərdə Azərbaycanlı gənclər əhali arasında savadsızlığı aradan qaldırmaq üçün ilk növbədə ali və orta pedaqoji təhsil ocaqlarına qəbul olunurdular. Yəni bu dövrdə pedaqoji sahələrə çox böyük ehtiyac var idi. Ona görə daha çox gənclər pedaqoji sahələrə, yəni müəllimliyə üst tuturdu. İbtidai və orta məktəblərin sayı durmadan çoxalırdı. Nəticədə 39-cu ildə bütün respublika əhalisinin savadlılıq səviyyəsi 74%-ə qalxmış olur. Hal-hazırda müəllimlik həddindən artıq çox müəllim universitetlərdən belə deyək, məzun olduğuna görə müəllimlikdə çox böyük rəqabət var və yerlər doludur da belə deyək, yer tapmaq olmur. Amma bu danışdığımız dövrdə yəni kadra ehtiyac var. Ona görə də bu kadrları doldurmaq üçün daha çox insan müəllimliyə doğru gedir.
Yəni o ixtisası seçir. Ali təhsilli mütəxəssislərin içərisində azərbaycanlı pedaqoji kadrların sayı get-gedə çoxalmağa başlayır. 1920-30-cu illərdə Politexnik İnstitutu, Gəncədə Kənd Təsərrüfatı İnstitutu, Azərbaycan Tibb İnstitutu və Azərbaycan Pedaqoji İnstitutu təşkil olunur. Bunlar hal-hazırda indi universitetlər. Çünki artıq institut yox, universitet adlandırılır və institut yəni biraz aşağı səviyyəlidir, universitet daha yüksək səviyyəlidir və institut Azərbaycanda hal-hazırda yoxdur. Və bu ali təhsil ocaqları Bakı Dövlət Universitetinin bazası əsasında yaradılmışdı. Bakı Dövlət Universiteti 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti bilirik ki, yaratmışdı. Azərbaycanlı kadrların arasında mütəxəssislər içərisində müəllim və mühəndis kadrlar daha çoxluq təşkil edirdi. Təhsil sisteminin inkişafında mühüm nailiyyətlərdən biri də tədrisə türk, yəni Azərbaycan dilindən geniş istifadə olunması idi. Sovet hakimiyyətinin ilk günlərindən bu sahədə mühüm tədbirlər həyata keçirilirdi. Müxtəlif profilli müəllimlər, xüsusi terminoloji lüğətlər hazırlayırdı. Türk dilində tədris edən məktəblərin sayı çoxalırdı. Azərbaycan dilində daha çox dərsli və xüsusi ədəbiyyat nəşr olunurdu. Qeyd edək ki, 1937-ci ildə Azərbaycan SSR-nin ikinci konstitusiyası qəbul olunanda Stalinin göstərişi ilə burada türk ifadəsi Azərbaycan, türk dili Azərbaycan dili ilə əvəz olunmuşdu və Azərbaycan dili burada keçirilirdi fənn olaraq. 1922-ci ildə Azərbaycan əlifbasını, latın yazı qrafikasını keçirmək üçün yeni türk əlifbası komissiyası yaradılır və Səmədağa Ağamalıoğlu onun sədri seçilir. Yəni ilk olaraq komissiyanı yaradırlar ki, Azərbaycan əlifbasını latın əlifbasına keçirsinlər. Yəni bu görülən işləri həyata keçirmək üçün ilk öncə bir komissiya yaradılır. Əlifba məsələsini müzakirə etmək üçün türk xalqlarının qurultayını çağırmaq lazım idi. Ona görə də 1926-cı ilin fevralında Bakıda 1-ci Ümumİttifaq Türkoloji Qurultayı çağırılır və burada türk xalqları iştirak edir. Bu türk xalqlarının mədəni həyatında mühüm bir hadisə idi. 1929-cu il 1 yanvardan Azərbaycan SSR ərəb əlifbasından latın əlifbasına keçir. Yəni artıq rəsmən bütün ölkədə latın əlifbasından istifadə olunacaqdır, ərəb yox. Deməli 20-ci əsrə qədər Azərbaycanda ərəb əlifbasından istifadə olunmuşdu. 1930-cu illərin əvvəllərində artıq bu əlifba daha da təkmilləşdirilmişdi, vahid şəkildə salınmışdı, amma onun tətbiqi çox da uzun çəkmir. Azərbaycan SSR-də 1940-cı ildə yanvarın 1-dən latın əlifbasından kiril əlifbasına keçilir. Yəni bu da rus dilinin burada fəal, aktiv olmasını yaymaq üçün idi. 1923-cü ildə Azərbaycanı öyrənən cəmiyyət və Azərbaycan Arxeologiya Komitəsi təşkil olunur. Cəmiyyətin bölmələri respublikanın müxtəlif qəzalarında fəaliyyət göstərir. Yəni tarix üçün Arxeologiya Komitəsi təşkil olunur. Xocalı, Gədəbəy, Yaloylitəpə, Qızılvəng kimi arxeoloji mədəniyyət abidələri aşkar olunur. Deməli, Xocalı, Gədəbəy, Yaloylitəpə, Qızılvəng 20-30-cu illərə aid olan mədəniyyət arxeoloji abidələrdir. 1929-cu ildə Azərbaycanı öyrənən cəmiyyətin əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (AZDET) yaradıldı. Əslində Azərbaycan elmi onun idarəetmə orqanları dövlət strukturunun tərkib hissəsinə çevrilmişdi. Digər sahələrdə olduğu kimi fəaliyyətini partiya rəhbərliyinin tam nəzarəti altında onun göstərişlərinə quruldu. Yəni Azərbaycan elmi də, Azərbaycan mədəniyyəti də partiyanın göstərişləri ilə idarə olunur. Yəni elm, mədəniyyət siyasətdən ayrı deyildi. Onu da siyasət idarə edirdi. Deməli, Sovet hakimiyyəti yazıçıların yaradıcılığını nəzarətdə saxlamaq üçün, onları istiqamətləndirmək üçün onları müxtəlif cəmiyyət və ittifaqlar ətrafında birləşdirməyə cəhd edirdi. Bu ədəbiyyata aiddir. Bununla belə Azərbaycan mədəniyyətinin görkəmli xadimləri ictimai siyasi şəraitdə milli irsi qoruyub saxlamağa çalışırdı. SSR bilirik ki, Azərbaycan milli irsini unutturmağa, ləğv etməyə çalışır. Bu Çar Rusiyasının dövründə də belə idi. Amma Azərbaycan şairləri istəyirdi ki, bunu saxlasın. Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Abdullah Şaiq, Yusif Vəzir Çəmənzəmili, Nəcəf Vəzirov, Məmməd Səid Ordubadi, Əli Nəzmi və başqaları maarifçilik, humanizm ideyalarını təbliğ edirdi və geriyə məfhumatçılığa qarşı mübarizə aparırdı. Qəzet və jurnallarda, maarif və mədəniyyət orqanlarında çalışırdı. 1920-30-cu illərdə Azərbaycan dramaturgiyasının inkişafında Cəfər Cabbarlının xüsusi rol oynamışdı. O, Azərbaycan xalqının tarixi keçmişini, azadlıq, müstəqillik uğruna mübarizəsini qələmə alır. Digər bir söz ustası Hüseyn Cavid idi ki, o əsərlərində Sovet yeniliklərini partiya rəhbərliyinin tələb etdiyi kimi əks etdirmirdi. Zorakılığı, nadanlığı, məfhumatçılığı, zülmkar və vicdansız adamları tənqid edirdi. Məhz ona görə də 37-ci ildə o da repressiya qurban olmuşdu. 30-cu illərdə Azərbaycan ədəbiyyatında yeni gələn istedadlı nəslin nümayəndələri vardı ki, bunların arasında Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza və başqaları var idi. Və Sovet hakimiyyəti yazıçıların yaradıcılığını nəzarətdə saxlamaq üçün Yazıçılar İttifaqını yaratdı.
İncəsənət və memarlıq. Bolşeviklər incəsənətə, xüsusilə teatr, kino, musiqi, heykəltaraşlıq, rəssamlığa sosialist ideyalarını təbliğ etmək üçün səmərəli vasitə kimi baxırdılar. 1920-30-cu illərdə də Azərbaycan SSR-də teatr şəbəkəsi genişlənir və onun repertuarında yeni sosialist cəmiyyəti tərənnüm edən əsərlər meydana çıxırdı. Yəni bu mədəni sahədə bu musiqi, teatr, kino, rəsm bunlarda deməli xalqa bunlar vasitəsilə də təsir etmək olar, təbliğ etmək olardı. Üzeyir Hacıbəylinin Koroğlu operası 1937-ci ildə yazır və Azərbaycan opera musiqisinin ən uca zirvəsi olur. 1940-cı ildə o buna görə, Koroğluya görə SSR dövlət mükafatına layiq görülür. 1926-cı ildə filmlərin nümayişi ilə məşğul olmaq üçün Azərbaycan Dövlət Kino İdarəsi yaradılır. Kommunist ideyalarını təbliğ etmək üçün respublikanın şəhər və kəndlərində bolşevik rəhbərlərinə heykəllər qoyulurdu. Rayonlar, küçələr, sənaye müəssisələri, kolxozlar, məktəblərə onların adı verilir. Bu dövrdə zəhmətkeşlər üçün ilk növbədə neftçi fəhlələr üçün yaşayış evləri tikilirdi. Bakıda Yeni Suraxanı, Razin, yəni indiki Bakıxanov, Artyom, indiki Pirallahı, fəhlə qəsəbələri salınmışdı.